Novruzun sonuncu çərşənbəsi ilaxır çərşənbə. Baharın gəlişini simvolizə edən bu bayramda da şəhid övladları diqqətdən kənar qalmadı. Qusar və Qubada onlar üçün xüsusi şənlik təşkil olundu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da bayram sevincini uşaqlarla bölüşdü. Uşaqlar bacarıq və istedadlarını nümayiş etdirdi və Mənim atam qəhrəmandır nəğmələrini təqdim etdilər. Şənliyin sonunda doğum günü olan uşaqlarla birgə tort kəsildi. Fond tərəfindən hər bir iştirakçıya bayram hədiyyələri təqdim olundu. Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət etdi. Muzeyin direktor müavini Naum Naftaliyev Leyla Əliyevaya bu mədəniyyət ocağı barədə məlumat verdi. Qeyd edildi ki, bura dünyada Dağ Yəhudilərinin ilk muzeyi sayılır. Leyla Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Ardınca 6 günbəz sinaqoqu ilə tanış olan Leyla Əliyevaya sinaqoqun tarixi barədə məlumat verildi. Bildirildi ki, 1888-ci ildə inşa edilən sinaqoq şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olan sinaqoqun içərisindəki ibadət divarına baxan hissə Aron Kadoş adlanır. Pəncərələri 6 güşəli ulduz şəklində palıd ağacından hazırlanıb. Səfər çərçivəsində Səkinə xanım məscidini ziyarət edən Leyla Əliyevaya məscidin imamı Hacı Həmdullah Dənyarlı bu ibadət ocağı barədə məlumat verdi. Bildirildi ki, Quba şəhərindəki Səkinə xanım məscidi Abbasqulu Ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədi ilə həyat yoldaşı Səkinə xanım tərəfindən 1854-cü ildə tikilib. 27 metr hündürlükdə olan tarixi məscid dördbucaqlı formasındadır. Müstəqillik dövründə bərpa edilən abidələrimizdən biri də Səkinə xanım məscidi olub. Məscid əsaslı təmir olunub. Dəstəmazxana və digər köməkçi binalar tikilib. Hazırda Səkinə xanım məscidi ölkə əhəmiyyətli daşınmaz tarixi abidə kimi dövlət qeydiyyatındadır. Bugün Quba həm tarixin izlərini qoruyur, həm də gələcəyə körpü rolunu oynayır. Şəhid övladlarının gülüşü, qədim məbədlərin qapılarının açıq olması və xalqımızın multikultural dəyərləri bir daha göstərir ki, Azərbaycan öz tarixinə və gələcəyinə sahib çıxan ölkədir. Çinarə Qambayeva, Emin Əhmədzadə, Qəhrəman Məmmədov, ASTV xəbər.